itireyzi. Hele ayrılığın nemlidir gözüm. Hele ki sevirik birbirimizi. Başka birisini sevebilmezsen, gör neçə nəğmənin bəstəsi qalıb. Bu ocaq sönübsə tüstüsü qalıb. Əlimdə əlinin istisi qalıb. Başka birisini sevebilmezsen. Gözümüzün yaşı kurumaz. Deyirdik bu ilgar peyman bozulmaz. Belə seve seve ayrılmaq olmaz. Başka birisini sevebilmezsen, gör neçə nəğmənin bəstəsi qalıb. Bu ocaq sönübsə tüstüsü qalıb. Benim kızım biraz heyecanlandı diyorsun. Heyecanlanma, o kadar Bəli, güzel ses rengin var senin. Böyle. Zərəfşan, o kadar güzel tembrin var senin. O kadar ürəkdən ifa elədin ki bu mahnını. Hamısının günahkarı Muraddır. Belə əsər verir. Oturub rahat orada. Sadece olarak qızı ağlatdı. ola bilər ki aranjmandan çəkindi, mənə elə gəlir Zərəfşan. Və bir də heyecanına yenildi. Amma bu demək deyil. Amma çox gözəl səsin var. Ağlama. Aranjmana Yox. söz yoktu. Gördü gözlerini yumdu, xudu ha yumdu, ha yumdu. Ama içindeki duygu dayanmadı da. Doğrudan da yaxşı oxuyansan sen. Hə. Niye belə heyecanlandın? İlk değil axı biz bir yerdəyik. Mahnı da Zərəfşan mahnısıydı. Bəli. Sənin mahnınıydı. Mahnı düzgün seçimdi. Əslində mahnı səs rənginə çox yaraşdı və aranjman da çox gözəldir. Düşünürəm ki, Zərəfşan səs tembri, səs rəngi baxımından bu mahnını daşıya bildi. Sadəcə ustadlar demişkən həyəcan, bilmirəm, mən tərəddüd içindəyəm. Ya həyəcan idi bu, ya da sadəcə mahnını tam olaraq duya bilmədiniz. Amma mən Zərəfşanı belə mahnılarda onun potensialını görürəm. O daha da gözəl ifa eləyə bilər belə mahnıları.